Xatırladaq ki, Kəramət son zamanlar kəskin şəkildə müxalifət liderləri İlqar Məmmədov, Əli Kərimli və Tural Abbaslı'nı hədəf alırdı. Görünən odur ki, müxalifət liderlərinə hücum etməyin mükafatı məhz budur. Siz bu haqda nə düşünürsünüz? Mən fikrimi deyim də, müxalifət lideri dedikdə kimi nəzərdə tutursunuz ki, müxalifət hakimiyyətin və ya rəsmi siyasətin qərarlarına əks olub, onlara qarşı çıxan qüvvə və fikir deməkdir. Siyasi mənası isə hakim partiyanın iş üslubuna etiraz edən və alternativ idarə etmə təklif edən qurumdur. Vətəndaş mövqeyimdə Rayət İmam Əliyev, Tural Abbaslı'nı sevərəm, işıqlı gəncdir. Nə zaman ki, Azərbaycanda insanların təfəkkürü demokratik cəmiyyətlə balanslıq təşkil edəcək, Tural Abbaslı parlaq bir siyasətçi olacaq. Amma bu gün üçün mən Tural Abbaslı'nı həqiqi müxalifət lideri saymıram. Bu media əgər həqiqətən Tural Abbaslı'ya xidmət edirsə gözləməzdim. Bir partiyanın mediasının özünü müxalifət adlandırdığı halda sadə bir yazıcıya hücum kampaniyasını onlara yaraşdırmadım. Gəlin açıq danışaq. Əşi Emin Əmrullayev və İnam Kərimovu tənqid etməyə nə var ki, mən qarşı hamı edir də. Bu partiya funksiyonerlərinin Kəramətə qarşı kampaniyası, medianın kampaniyasını deyib. Yalnız qisas. Bu yaraşmaz sizə. Kəramət Tural Abbaslı ilə müsahibəsində ona sual verib ki, sənin idealın, liderin kimdir? Tural Abbaslı da Məmmədəmin və Elçibəy deməyə çəkinib ki, partiyasına problem olar, qərargaha problem olar. Heydər Əliyev və İlham Əliyev deməyə də çəkinib ki, düşərlər üstünə ki, sən necə müxalifət rəhbərisən ki, partiya liderisən, hakim partiya sədrini özünə ideal seçirsən. Çarəsiz qalıb deyib idealım Məhəmməd Peyğəmbərdir. Cəmaət çörəyi qulağının dibinə yemir, qardaşlar. Tural Abbaslı partiya rəhbəri olandan sonra hakim partiya rəhbəri Yeni Azərbaycan partiyasının rəhbərinin, sədrinin adını çəkib tənqid edən bir çıxış varsa atın mənə. Sözlərimi geri götürüm. Müxalifət partiyasının əsas məqsədi mövcud siyasəti tənqid edib gələcəkdə hakimiyyətə gəlməkdir. Amma məncə ölkə başçımız dura-dura nəinki Tural Abbaslı'nın heç bir siyasi partiya rəhbərinin hakimiyyətə gəlməyə nə iddiası ola bilər, nə də şansı. Bir də ki, küçələrdə günün altında kitab satan bir yazıcının torpaq sahəsini müzakirə edincə, dəniz qıraqlarını hasarlayanları, vergidən yayınlanları, tollarının altında çamadanla pul çıxan başçıları tənqid edin, əgər həqiqətən müxalifətsizsə.